Hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər, əziz CBC Sport tamaşaçıları. Xoş gördük hər birinizi. Bakı İdman Sarayında Futsal üzrə Azərbaycan Kubokunun qalibi müəyyənləşəcək və final görüşündə Neftçi İdman Klubu və Araz Naxçıvan Futsal komandası üzrə gələcək. Bir neçə dəqiqə sonra bu gərgin prinsipial maç start götürəcək. Şərhçiniz Nurlan Valihoğludur. Neftçi və Araz Naxçıvan arasında cari mövsüm çox yaxşı rəqabət mühiti formalaşdı. Çempionat boyunca başladı qarşılaşma. Uğurlar Neftçi, uğurlar Araz Naxçıvan. Felipe sağdan irələməyə cəhd göstərdi. İrəli doğru aşırma bir ötürmə. Luigi Longo istiqamətlə mərkəzə çevrilir və hesab açılır. Araz Naxçıvan önə keçir. Ülvəliyev qolu müəllif olur. Oyuna daxil olduqdan saniyələr sonra fərqlənir. Ülvəliyev. Baxımlı qol vurur Ülvəliyev. Yaxın məsafədə özünü unutturdu və Luigi Longo'nun asistini qola çevirir. Peruzzo irəlir. Sağa oynadı. İkinci qol vurula bilər və 2-0. Marcus Peruzzo. Bu dəfə də məhsuldar ötürmə Luigi Longo'dan. Xatırlayırsınızsa, oyuna qaydarkən ehtiyatdan bildirmişdim. Əgər oyundadırsa, Araz Naxçıvan rahat oynaya bilər və Luigi Longo birinci qolda olduğu kimi yenə də məhsuldar ötürmə edir. Marcus Vinicius komanda yoldaşlarını gözləyir. Əks tərəfdə Fərdat Akşevi gördü. Marcus Vinicius! 2-1. Marcus Vinicius fərq azalır. Fasiləyə qədər bu qola ehtiyacı vardı Neftçinin. Gedişatına isinmək lazımdır psixoloji olaraq. Elə bu dəqiqələrdə Neftçi bərabərlik qolunu vurur. Marcus Vinicius dubl edir. Bir dəqiqə içərisində 2 qol Marcus Vinicius'tan. 2-2. Hesap beraberleşir. Alex Senşil. Marcus Vinicius. Öne geçirir Neftçini. Başla fərqlənir. Marcus Vinicius. Ötürmənin müəllifi isə qapçı Vladislav Reznovi'dir və onu təbrik edir komanda yoldaşları. Alex topladı. Alex'in zərbəsində direğe tuş gəlir top. Nihat İsmailov. Topu kazanan Araz Naxçıvan oyuncuları. Əla bir hərəkət və əla sonluq. Təcrübə öz sözlüdür. Giancarlos Pereira. 3-3. Beraberliği təmin edir Araz Naxçıvan. Nəhayət ki artıcıl hücumlar özünü doğruldur. Futbol üzrə Araz Naxçıvan komandasının Braziliyalı oyuncusu Felipe Santos gəlir. İndi Ülvəliyev top qapı dirəyindən qayıdır. Thiago Henrique. Penalti olacaq. Bəli penalti. Peruzzo. Tofiq Əliyevlə mübarizədə kobulluq edir və cərmə meydançasının daxilində qayda pozuntusu. Marcus yaxınlaşır. Marcus Vinicius 4-3. Neftçi öne keçir. Peruzzo. Giovanni qapı qarşısına göndərir. Ayıq zərbə endirilmədə qapı boşda uzaqdan zərbə. Neftçi fərqi 2-yə yüksəldir. 5-3. Əla qol izlədi. Gustavo Rodriguez'dən. Nəticə ilə qəbullanırlar. Maç yekunlaşır. Araz Naxçıvan 3, Neftçi 5. Neftçi İdman Klubu Futsal üzrə Azərbaycan Kubokunun qalibi olur.
30-cu Azərbaycan Kubokunun qalibi Neftçi olur. Kapitan Əjdər Əjdarovun əlində yüksəlir kubok. Futsal üzrə Azərbaycan Kubokunun qalibi Neftçi. Rekord üstünə rekord. 8-ci dəfə bu titula sahib çıxıran qaralar. Təbrik edirik. Neftçi oyuncularını, Neftçi rəhbərliyini, Neftçi komandasının məşqçilər heyətini, əməkdaşlarını, işçilərini və azarkeşlərini.